Yazın gəlişi yaxşı halda, amma nəzər alanda ki, yaz özü ilə min bir xəstəliyi də gedəcəyi günə qədər qonaq gətirir. Bu elə o zaman insan baharın dadını çıxara bilmir, mövsümü xəstəliyi olan insanlar kimi. Bu dəfə sizə bu kimi xəstəliklərdən əməkdaşımız Bəturə Nəbiyeva danışacaq. Baharın gəlişi özü ilə bəzi problemlər gətirsə də, insanların xoş ovqatına o qədər də təsir etmir. Amma fəsadların ola biləcəyi ehtimalını da unutmurlar. Yazda külək qalxır, eləyir. O ağaclarda olan tozlar, xəstəliyi əmələ gətirdirir. 54 yaşlı Zülfiyə Əzizovanın allergik problemi olmasa da bu xəstəliklə mübarizə aparan həyat yoldaşının çəkdiyi əzablardan danışır. Ləkələr də olurdu üzündə hətta, qaşınma da verirdi, həm də ki əsəbi olurdu. Gözlər qızarır, boğaz qıcıqlanır, öskürək şiddətlənir. Allergik xəstəliyin ilk əlamətlərini belə xarakteriz edir həkimlər. Yəqin ki, çoxlarımız bu çiçəkləyən ağacların bəzi ziyanlı tərəfini bilmirik. Gözümüzü, könlümüzü oxşayan bu çiçəklərin sən demə allergik xəstələr üçün ziyanları var. Çiçəklənmə dövründə o ağacların, müəyyən bitkilərin tozcuqlarıdır buna günahkar. Onlar havada olur və çoxaldıqca xəstələrin vəziyyəti ağırlaşır. Həkimlər onda deyir ki, allergiyadan əziyyət çəkənlər gigiyenik qaydaları gözləməli, qida rejiminə ciddi əməl etməlidirlər. Gündə bir neçə dəfə boğazını yaxalamalıdır. Çalışmaq lazımdır ki, havada az olsunlar. Allergik konjunktivit olanda deyirik, açki taxın. Gündə bir neçə dəfə əldə yuyulməlidir, üzdə yuyulməlidir. İştahlarından qoz, fındıq və badam keçən allergik xəstələr. Bu günlərdə ehtiyatlı olsaz yaxşıdır. Həkimlər xəbərdarlıq edirlər ki, qoz ləpəsi, fındıq və badam bu xəstəliklər üçün ziyanlıdır. Ətdir, toyuqdur. Bir yarım saat qaynadın. O suyu atın, təzədən təzə su tökün. Qreçkadır, pirlovu, krupalardır. Onlardan istifadə etmək olar. Yaz istənilən halda gözəllik fəslidir. Sağlamlıq da gözəllikdir. Gözəl və sağlam olmaqsa hər kəsin öz əlindədir. Bəturə Nəbiyeva, Manaf Əzizli, Space.